Salam. İstəyirəm son günlərdə çox tənqid olunan o məşhur ifadəyə mən də öz fikrimi bildirəm. Bir ailə konsultantı kimi. Əgər mənim oğlum olarsa, ona atasız böyüyən qız almaram. Əvvəla bunu bir qadın aparıcı efirdən səsləndirib. Əlbəttə ki, yanlış ifadədir. Amma tək o qadın deyil, bunu dilə gətirməyən bir çox sayda qadınlar da, kişilər də var. Kiminsə anası yoxdur, ona qız vermərəm, kiminsə atası yoxdur, onun qızını almaram kimi yanaşmalarla yaşayan çox insanlar var. Və o ki qaldı bu fikirdə olan oğlan analarına, əvvəla siz oğlanlarınızı elə böyüdün ki, onlar hansısa bir ailəni yarımçıq qoymasın. Hansısa bir qızı atasız böyüməyə məcbur qoymasın. Və unutmayın ki, o atasız böyüyən qızların səbəbi sizin kimi anaların böyütdüyü oğullardır. Ümumiyyətlə, qız almaram demək nə deməkdir? Qız bir əşya deyil, siz onu oğlunuza alasınız. Ən əvvəl övladlarımızı elə tərbiyə etməliyik ki, insan özü, öz ailəsini, öz həyat yoldaşını özü seçməlidir. Onları sərbəst ruhlu, azad ruhlu böyütmək lazımdır. Və mən fikir verirəm, ən çox bu mövzuya toxunan qız analarıdır. Heç oğlan anası rastıma çıxmadı ki, kimsə bir fikir bildirsin. Əgər bir qız anası kimi fikrimi bildirmək lazım gələrsə, əslində bu mövzu məni o qədər də narahat eləmədi. Düzdür, mənim qızım ata sevgisi, ata qayğısı alır lazımı qədər. Narahat deyiləm ona görə ki, mən çalışıram qızımı elə tərbiyə edəm ki, o sabah valideynlərinin yanaşması ilə özünə həyat yoldaşı seçməsin. Öz sərbəst fikri ilə yanaşsın və öz övladlarından ayrıla bilməyən anaların oğlanlarından uzaq olsun. Onların valideynlərinə görə uşaqları qiymətləndirmək, hansısa bir sosial statusuna görə yanaşma tərzi əlbəttə ki, doğru deyil. Çünki uşaqlar istər valideynləri həyatdan köçsün, istər ayrılsın, bu uşaqların maksimum seçim haqqı hansısa bir valideynlə yaşamaq olur. Yəni bundan o tərəfə deyil. Yəni buna görə də hansısa bir övladı, onun valideyni yoxdur, valideynsiz böyüyüb, yəni bu mövzuda yanaşmaq düzgün deyil. Və yadımızdan çıxartmayaq ki, hər iki valideynlə eyni evdə yaşayan uşaqların bəzən travmaları valideynsiz yaşayanlardan daha ağır olur. Hər kəsə sağlam ruh arzulayıram.